dünyanın ən gizli ölkəsinə iyul ayından etibarən vizasız gedəcək. Çinə vizasız getmək haqqında qanun çox güman ki 90% ehtimalla iyul ayında qüvvəyə minəcək. Prezidentimiz bir neçə gün öncə bu qanunu təsdiqləsə də, amma hələ də qüvvəyə minməyib. Çünki arada bəzi proseslər var ki, həmin proseslər tamamlanmalıdır. Nəyə görə iyul? Çünki Çin vətəndaşlarının Azərbaycana vizasız gediş-gəliş hüququ iyul ayında bitir. Və çox güman ki, Çin bu prosesi tamamlayacaq o zamana kimi və Azərbaycan da həmin prosesi yeniləyəcək. Çində 3 il qalmış biri olaraq hər bir Azərbaycanlı vətəndaşa Çinə səfər etməyi tövsiyə edirəm. Çünki bizə sosial mediadan, xüsusən Qərb və Amerikanın göstərdiyi Çindən tamamilə fərqli bir Çin görəcəksiniz. Yeməklərə görə də narahat olmayın, çünki bütün böyük şəhərlərdə Türk və Azərbaycan restoranları var. Amma ki, mən sizə müsəlman Çinlilərin və Uyğurların restoranında yemək yeməyi tövsiyə edirəm. Bəli, müsəlman Çinlilər, çünki Çində ümumilikdə 24 milyondan çox müsəlman yaşayır ki, bunların yarısı elə Korenoy Çinlilərdir. Və onların restoranları həm halal, həm bizim ağız dadımıza uyğun, həm də daha ucuz olacaq.